Bugün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, bərpa olunan enerji növlərinin Azərbaycanda yaradılması xarici investorlar tərəfindən həyata keçirilən geniş miqyaslı layihələrdir. Bu layihələrə bugünə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorları bu qərara görə onların fəaliyyətini qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur.